Aprel 2025-ci il 9-ların buraxılış imtahanından mətninə başlayaq. Mətndə ümumiyyətlə Afrikadan olan bir məşhur qəbilə Masai qəbiləsindən danışılır. 8-ci sualda məsələn bizdən false, yəni səhv variantı istəyir. Səhv variant burada C bəndidir. The Masai is a group of people who live in one place till the end of their life. Burada isə eyni cümlə. Məsələn, baxın, the Masai people travel a lot, moving from one place to another in groups. Yəni eyni cümlə demək olar ki, mətnin içərisindədir. Yəni travel a lot, daha çox səyahət edirlər. Burada isə yazılıb ki, who live in one place, yəni bir ərazidə yaşayırlar. Ömürlərinin sonuna qədər bir ərazidə yaşayırlar. Səhv cavab burada C bəndidir. 9-cu sualda isə what is the passage mainly about? Yəni mətn deyir əsasən nədən bəhs edir? Burada isə düzgün cavab A bəndidir. The well-known tribe in Africa. Afrikada məşhur bir qəbilədən danışılır. 10-cu sualda düzgün cavab seçməliyik, düzgün ardıcıllığı verməliyik. The Masai men jump higher while dancing to show how strong they are. Bu ikinci abzasdadır. They try to jump as high as possible. Burada artıq həmin cümlə verilibdir və arxasınca gələn cümlədə isə by doing it, they show their strengths yazılıbdır. Yəni güclərini göstərmək üçün onlar daha çox yüksəyə jump, yəni hoppanırlar. 10-cu sualda isə the Masai men 10-cu sualda baxdıq artıq 10-cu suala düzgün cavabı işarələməmişik. C bəndi show how strong they are. 11-ci sualda isə bizdən suala cavab axtarır. Why is the baby's hair cut after 3 months? 3 ay sonra niyə deyir uşaqların, Masai qəbiləsində doğulan uşaqların saçı kəsilir? Niyə kəsilir? It shows, B bəndidir. It shows the start of the baby's life in the tribe. Məsələn, bu cümlədə eyni ilə 3-cü abzasda verilmişdi. His hair is cut and it shows the beginning of his life in the community. Baxın, bu altından xətt çəkdiyim hissədə 11-ci sualın da cavabı var. 12-ci sualda isə açıq sualdır. 12-ci sualda düzgün seçməliyik variantları. Çünki bizdən soruşur are true. Burada birinci düzdür. Çünki the Masai can construct their houses in different places easily. Müxtəlif yerlərdə rahat şəkildə evlərini yenidən tikə bilirlər. Bu da birinci abzasda verilmişdi. Baxın, burada a new place easily. Can be constructed in a new place easily. İkinci, Masai people name their children when they are born. Yəni yeni doğulanda, doğulan kimi ona ad verilmirdi. Bir müddət keçəndən sonra verilirdi. Ona görə ikinci səhvdir, birinci düzüydü. Üçüncüdə isə burada rəqsin adı verilibdir. Bu rəqsi deyir ki, the most well-known Masai dance. Yəni Masai qəbiləsinin ən məşhur rəqsidir, Adumu rəqsi. Bu cümlədə eyni ilə baxın, ikinci abzasın birinci cümləsidir. The most famous Masai dance is the Adumu. Burada the most famous verib. Burada isə üçüncü, yəni testin içində isə the most well-known veribdir. Yəni famous sözünün sinonimi, yəni well-known veribdir. Amma yenə də eyni cümlədir. Yəni üçüncüdə düzdür. Dördüncüdə isə Masai mother and newborn child live with others after the child is born. Yəni deyir ki, başqaları ilə, yəni bütün qəbilə ilə birlikdə yaşayırlar. Uşaq, yeni doğulmuş uşaqla anası. Ancaq üçüncü abzasda belə bir cümlə var idi ki, in this period, mother lives alone together with her child. Burada artıq alone sözü bizə göstərir ki, dördüncü sual səhvdir. Burada isə birlikdə yaşayır vermişdim. Belə mətndən suallara baxdıq. İndi isə qrammatikaya davam edə bilərik.